Yəni didn't varsa past simple keçmiş sadə zamanda və biz bilirik ki, did və didn't olarsa fiil keçmiş zamanda götürülə bilməz. Ona görə də biz burada so, did, sing götürə bilməliyik. Doğru cavabımız olacaq burada B variantı. İkinci sualımız they to America last month. Yəni last month keçən ay deməkdir və bu zaman biz keçmişdə olan fiili götürürük. Fly indiki zamandadır. Bu isə qaydası olaraq dəyişərək A variantı kimi götürülür. My parrot is the most as a parrot. Burada zəm bağlayıcı sifətin müqayisə dərəcəsini bildirir. Sifətin müqayisə dərəcəsi də təkcəli və sonu y ilə bitən sifətlərdə deməli ER şəkilçisi artırmaqla düzəlir. Buna görə də doğru variantımız olacaq noisier. Daha sonra 4-cü sualda because he entered the university hissəsinə biz sual veririk. Çünki o universitetə qəbul oldu. Çünki deyirsə biz why, niyə, nə üçün sual verə bilərik? Doğru cavabımız C variantıdır. 5-də unlucky David broke his leg. Bədbəxtlikdən David qıçını qırdı. Altına xətt çəkilmiş sözümüz Daviddir. Davidə sual veririk who. Deməli who olan və bilirik keçmiş zamanda break'in keçmişi broke varsa keçmiş zamanda sual veririk. Xüsusi sual sözündən sonra ümumi sualımız bizim ümumi sual cümləsimiz past simple-da işlənəcək və burada olacaq who did-dən sonra broke işlənə bilməz. Who did break C variantı. 6-cı sual. He has got a new Apple Watch. Onun yeni Apple saatı var. O necədir? Həyəcanlıdır. 6-da olacaq E variantı. Leila and passed all her exams. Leila nəsə etdi və bütün imtahanlarını keçdi. Became friends, dostluq etdi. Won a prize, mükafat qazandı. Work it hard, çox çalışdı. Went abroad, xaricə getdi. Burada təbii ki olacaq work it hard, ilə çalışdı. Növbəti sualımıza baxaq. 8. My parents car to travel in France. Burada rented a car, kirayə götürdü maşını. In Novruz people fly and jump over it. Burada make a fire tonqal qalmaq mənasında işlənir. Daha sonra small sözünün sinonimi tiny olacaq. 11-ci sualda düzgün adjektiv sifəti seçirik. Baxırıq ki, as bağlayıcısı varsa bu adi dərəcədə. Ona görə də C variant beautiful. 12-ci sualımızda choose the sentence with the past simple forms of same verb in brackets. Nöqtəsində verilən feilləri keçmiş zamanda yazdıq. Study olacaq. Studied. Yəni y-dan əvvəl samit gələrsə deməli y düşür, i ed artırılır, sait gələrsə isə y olduğu kimi qalır, sadəcə id artırılır, studied, played. 13-cü sualımızda but, and, or, because bağlayıcı, but, amma, ancaq deməkdir, ziddiyyət bildirir, and və bağlayıcıdır, because isə səbəb bağlayıcıdır, niyə, nə üçün deməkdir. Ralph is happy, it is his birthday today. Ralph xoşbəxtdir, onun bugün ad günüdür. Burada çünki olacaq, nə üçün xoşbəxtliyinin səbəbi nədir? Səbəb bağlayıcısı işlənəcək. Ona görə də ki, müstəqil cümləni biz bir mürəkkəb cümlə şəklində because bağlayıcısına birləşdiririk. Ralph is happy because it is birthday today. It is birthday today. Ralph xoşbəxtdir çünki bugün onun ad günüdür. Bu da bizim olduğu 13-cü sualımızın izahı. İndi isə baxaq növbəti sualımıza. Demək, 14-cü sualımız. Put the word in the correct order. Sözləri düzgün yerinə qoyuruq. Keçmiş zaman bilirik ki, sual sözümüz did ilə başlayır. Diddən sonra mübtəda gələcək. Did you, daha sonra xəbər. Did you play? Deməli, daha sonra tamamlıq. Futbol, sən dünən futbol oynadın. Yesterday isə əlbəttə ki, burada zaman zərfinin sonunda işlənəcək. Did you play football? Yesterday. Make the sentence negativ, cümləni inkarda yazın. Biz baxırıq ki, wash it feilin sonunda id varsa keçmiş sadə zamanda, keçmiş sadə zamanda did ilə sual verilirsə, inkarda didn't olur. Və biz bilirik ki, did və didn't olarsa feil keçmiş zamanda ola bilməz. I didn't wash it yox, artıq idini atırıq. I didn't wash up the dishes yesterday. Bu da bizim cümləmizin inkar forması. İndi isə baxaq 16-cı sual mətninlə bağlı oxuyub anlanan suallarımıza. Jack Rowling is the author of the Harry Potter books. Jack Rowling Harry Potter kitablarının müəllifidir. She was born in a normal family and they weren't rich. O normal ailədə doğulub, amma zəngin deyildi. She was very quiet child at school. O məktəbdə çox sakit uşaq idi. She married a Frenchman but she was not happy. O fransız kişi ilə evləndi amma çox xoşbəxt deyildi. She left her husband with her little daughter. O balaca qızı ilə ərindən ayrıldı. She began writing her first Harry Potter book and published it after 5 years. O Harry Potter kitablarını birinci Harry Potter kitablarını yazmağa başladı və 5 il sonra nəşr etdi. She sent her book to many people but they didn't like it. O kitablarını çox insana göndərdi amma onlar onu bəyənmədi. Finally published liked it but said that she could not earn much money because the book was for children. Və nəşriyyatlardan biri kitabı xoşladı, amma o gördü ki, səbəb də bildirdi ki, uşaq kitabları çox pul qazandırmır. The publisher was wrong. Nəşriyyat səhv etdi. Harry Potter books became one of the best-selling books all over the world. Harry Potter kitabları dünyada ən çox satılan kitab oldu. People translate these books into 40 language. İnsanlar onu 40 dilə tərcümə etdilər. Burada true false seçirik. She was born in a rich family. O zəngin ailədə doğulmuşdu. Bu false yanlışdır. Burada mətnimizdə yazıb ki, was born normal family. Normal ailədə doğulmuşdu. She left her husband because he had very little money. Onun pulu az olduğu üçün əlindən ayrılmışdı. Bu da false yanlışdır. She published her first book after 5 years. O 5 il sonra kitabını nəşr etdi. Bu isə true doğrudur. 17-ci sualda what is the passage mainly about? Mətn nə haqqdadır? Bir variantı the author of Harry Potter. 18-ci sualda underline it replace in the text. Mətndə it dedikdə nəzərdə tutulur. Burada it dedikdə book nəzərdə tutulur. 19-cu sualda which information can't
We find the text. Hansı məlumatı biz mətndə tapa bilmərik? Bir də she wrote the books in a small cafe. Burada birinci məlumat yox idi. She called the first book. Bu da yox idi. Amma 3 ilə 4 var idi. Deməli, doğru cavabımız burada olacaq C variantı. Mətndə olmayan məlumat. She began writing her first book, Harry Potter book. Bunu tamamlayırıq. Yəni verilmiş cümləni tamamlayın deyir. Baxaq mətnimizə qayıdaraq. Bir dəqiqə buranı silək. Mətnimizə qayıdaraq biz həmin cümləni tapırıq və həmin cümlənin davamını mətnə baxaraq tamamlayırıq. Deməli, she began, baxın bu cümlədir. She began writing the Harry Potter book. Deməli, biz hardan davamını yazmalıyıq? And published it after 5 years. Yəni, davamlı olaraq buradan bura qədər yazırıq. Bu qədər, yəni bu testlə əvvəlcə işləyib, sonra isə daha baxmağınızı tövsiyə edirəm. Hər birinizə imtahanda uğurlar. Lütfən.